Salam. Bugünkü videomda əreylərdən danışmaq istəyirəm. Amma əvvəlcə bunu qeyd edeyim ki, description bölməsinə öz mailimi qeyd edəcəm. Əgər kimsə nə sual olsa, kömək lazım olsa, mən buradayım və hazıram. Əreylərdən danışmadan əvvəl ərey nədir o haqqda qısa məlumat vereyim. Ərey eyni tipli məlumatların ardıcıl formada saxlandığı sabit ölçü verilən strukturudur desək, düzgün olar. Yəni bir növ massivə bənzəyir. Sadəcə ərey belədir ki, məsələn, ancaq içi int ola bilər, ancaq string ola bilər və s. Yəni eyni tipli qohumların, qardaş bacının bir yerə yığıldığı bir ev kimi nəzərə tuta bilərik. Yəni mən ən azından beynimdə onu elə yadda saxlayıram. Yəni bir dənə dəyişənin içində bir neçə eyni tipli dəyəri saxlamağa imkan verən strukturdur, belə deyək. Kotlində ərey obyektləri sabit ölçülüdür. Yəni dəyişkən ölçülü deyil. Əvvəldən nə ölçü verirsə elə də qalır. Onu artıq sonra böyütmək olmur və ya kiçiltmək. Yəni bir dəfə yaratdıqdan sonra onun ölçüsünü dəyişmək olmur. Bu mümkün deyil. Gəlin də necə yaradaq ona baxaq. Məsələn, gəlin bir dənə integer tipində ərey yaradaq. Ən sadə başlayaq. Adını nə qoyaq? Numbers qoyaq. Necə yaradılır dostlar? Ərey of-la yaradılır. Ərey of yazırıq və içərisinə elementlərimizi qeyd edirik. 1, 2, 3, 4, 5 və s. İstədiyiniz qədər artıra bilərsiniz bu formada. Bu bunun birinci yaradılma forması. 3 cür yaradıla bilir ərey. İkinci yaradılma formasına keçək. Bu arada çətin yaradılma forması deyil. İkinci yaradılma formasında isə ölçünü biz əvvəlcədən veririk. Gəlin yazaq. Məsələn, gəlin adını belə qoyum kvadrat. Yazaq ki, array mötərizənin içində mən əreyin ölçüsünü yazacağam. Məsələn, mən istəyirəm əreyimin ölçüsü 5 olsun. Bu sayı sonradan dəyişdirə bilmərəm. Ölçüsü əvvəldən verilir. 5-i yazdım. Əreyin ölçüsünü verdim. Daha sonra isə əreyin indekslərini müəyyən edirəm. İndekslər, daha doğrusu indekslər deməyək. Hər bir indeksdə 0-cı indeks, 1-ci indeks, 2-ci indeks, 3-cü indeks, 4-cü indeks. Burada bildiyimiz kimi 4 indeksə qədər var. Ölçüsü 5 olduğu üçün axı 0-dan başlayır indeksləmə. Bizim bu 5 elementimizin, yəni hər indeksdə duran elementin nə olacağını müəyyən edirik. Yəni nə yazırıq bu zaman? Hər indeksdəki element bu formada yazırıq. Hər bir indeksdəki element oxşarısını qoyuruq. Nə olsun? Məsələn, mən belə düşündüm ki, məsələn, 0-cı indeksdəki element 0 vur 0 0 olsun. 1-ci indeksdəki element artıq 1 vur 1 1 olsun. İkinci indeksdəki 4 olsun. Yəni bir sözlə indeks vurulsun indeks. Yəni buna görə kvadrat yazmışdım. İndeksin kvadratı olsun. Bu formada. Yəni məntiq budur. İstəsəz burada indeksin yerinə 2 yazın, 3 yazın, 0 yazın, 4 yazın. İstədiyiniz sizə qalıb. Yəni bu formada da yaza bilərsiniz. Ərey ölçünü verdikdən sonra hər bir indeksdə, bu birinci yazan indeks odur. Hər bir indeksin yerində durmasını istədiyiniz algoritmi yazırsınız. Bu da belə bir şeydir. Ümid edirəm, çox ümid edirəm başa sala bilmişəm. Gələk üçüncü yazılışa. Üçüncü yazılışa. Əvvəlcə noldan danışmaq lazım, düzdür. Bu videonun sonunda bəlkə noldan danışıram, bəlkə növbəti videoda bilmirəm. Sadəcə nol haqqında ümumi bir şey deyim. Nol bilinməzlik kimi yadda saxlayıb bilərik. Məsələn, əreyin yaranma tiplərindən biri də budur. Başa düşməsəniz narahat olmayın. Növbəti videoma baxarsınız ya da videonun sonunda bilmirəm onu. Və nol ərey. Adını mən belə qoyuram bunun. Çünki noldan kömək alacağım. Adını belə qoydum bu dəyişənin. Bu da belədir. Array of nuls. Bu belədir. Lakin burada bir şey var. Array of nulsda bu iki dənə üçbucağın arasına yaradacağınız əreyin hansı tip olmağını istəyirsinizsə, o tipi yazırsınız. String isə string, integer isə integer və s. Məsələn, mən artıq integer yaratdım, string yaranmasını istəyirəm. Bunu yazdım bura. Bu mötərizənin içində ölçüsünü yazıram. Neçə ölçü olsun? Balaca götürəcəm, 3 götürəcəm. Ölçüsü 3 olsun. Və bu zaman bilirsiniz necə bir array yaranır. Bilmirsiniz necə bilirsiniz. Gəlin baxaq da. Deməyim, print eləyək. Baxaq, print eləyək. Null array deyək və null array zamanı biz 0-cı elementimizi çap eləyək. Görək nədir bu null arrayin 0-cı elementi? Null. Yəni ki, bunun istəyir birinci elementi də null olacaq, istəyir ikinci indeksdəki. Hamısı null olacaq. Yəni buradan çap eləyəndə null, null, null. Yəni arrayi çap eləyəndə belə alınacaq. Səbəb də odur ki, null bilirsiniz nə deməkdir? Ora heç bir rəqəm yox. Heç bir string tipində bir ədəd verməmişəm. O artıq null çap eləyir onu. Çünki orada heç nə yoxdur. Amma mən onu dəyişə də bilərəm. Belə bir şeydir null. Orada heç bir şey yoxdur və o null dəyər verir. Bəlkə də hansınızsa informatika bilginiz varsa ya da əvvəldən gələn bazı bilikləriniz varsa null nədir tam olaraq başa düşürsünüz. Amma başa düşməyənlər üçün bunu bir izah edəcəm. Yəni null təxmini belə bir şeydir. İndi belə bir şey var ki, əreyin elementlərinin dəyərini dəyişə bilirik. Məsələn, gəlin bir dənə ərey yaradaq, kale yaradaq. Elə daha maraqlı olur məncə. Bunu şərh alım. Kale bərabərdir. Siz deyin, mən yazım. Array of black olsun. Red olsun. Bir də gəlin green olsun. Baxın, əreyimi yaratdım amma necə bəyənmədim sonradan əreyimi. İstəyirəm əreyi black'in yerinə olsun blue. Niyə niyəcəm? Maraqlı sual. Niyə niyəcəm? Sadə. Kale yazıram. Hansı indeksdəki elementini dəyişmək istəyirəm? 0-cı. 0 yazıram. Nə yerinə qoymaq istəyirəm? Blue. Yazıram blue. Belə. Bu qədər sadədir. Hətta gəlin 2 dəfə çap eləyəcəm. Burada bir dəfə print eləyən kalenin 0-cı elementini çap eləyəcəm. Burada da altda da dəyişəndən sonra bir də çap eləyəcəm. Gəlin görək nə çıxır. Əlbəttə birinci də black, sonra da blue çıxdı. Bu qədər yəni. Belə də rahatlıqla dəyişmək olur istədiyimizi. Bir də məsələn, əreyin ölçüsünü də vermək olur, uzunluğunu da tapmaq olur. Məsələn, print eləyən yazım mən yenə. Bu istəyirəm bir dənə şərh alaq.
print elən yazım. Hansı arrayın uzun? Gəl buna baxaq. Yazaq ki, numbers'in size-ını istəyirəm. Baxın bunun numbers budur da, düzdürmü? 5. Başqa bir də belə bir şey var. Məsələn, tutaq ki, biz belə bir şey eləyirik. Deyirik ki, numbers 5-ci indeks. Burada 5-ci indeks yoxdur, bir 4 dənə indeks var. Bunu print elən içində yazmalıydım. Bir dəqiqə zəhmət olmaz. Bunu da yazaq burada. Yəni əslində bunun sizə cavabını bilirsiniz. Artıq sadəcə göstərmək istəyirəm. Error verir. Çünki elə bir element olmadığı üçün normal olaraq error verir. Başqa bu haqqda deyəcək bir şeyim qalmadı. Bir də gələk növbəti hissəyə. Primitiv tip arraylər var. Yəni məsələn, bunlar nədir? Danışım bunlardan. Byte array var. Short array, int array, long array, float array, double array, boolean array, char array. Siz qayda mən bunların adını sıralayanda başa düşdünüz ki, mən nədən danışıram və mən nə demək istəyirəm. İndi amma yazaq baxaq. Məsələn, siz wow, numbers yazırsınız. Number yazaq, numbers nə qədər yazacağıq? Number yazaq. Və bu zaman normalda int array də eləyə bilərsiniz. Sözsüz ki. Daha doğrusu adi array ilə də yarada bilərsiniz. Amma int array ilə yaratmağın üstünlüyü mən də sizə deyəcəm. Bura 3 yazıram. Yəni ölçüsünü verdim. Ölçüsü istəyirəm 3 olsun. Və gəlin print eləyək ki, halbuki element yoxdur, düzdürmü dostlar? Amma gəlin mən print eləyim, 0-cı elementini print eləyim. Görək nə çıxacaq ekrana. 0 çıxdı. Çünki intdir. Intdə artıq mən bunu print eləyəndə 0 çıxır. Sonra biz özümüz rəqəmlər də verə bilərik. Necə? Yəni məsələn deyərik ki, number 1-ə mən 23 verərəm. Daha sonra buradan print elədikdə number 1-i 23 çap olunacaq. Belə bir şey. Eləcə də gələn şəkildə göstərmək istəyirəm. Şəkildə də göründüyü kimi, məsələn, char arraydə ölçünü 2 verib. Burada gördüyünüz kimi ölçümüz 2-dir. 2 verdiyi üçün bir dəfə 0, bir dəfə 1-in yerinə AB qoyub. Daha sonra print eləyən 0 eləyəndə A, print eləyən 1 eləyəndə B-ni çapır. Yəni char arraydə belə bir şey. Eləcə də yəni digər hamısı da belədir. Boolean arraydə ölçünü 4 verib. Print eləyən result 0. Yəni məsələn, bunu deyim sizə. Heç bir ədəd qoymayıb. Məsələn, burada qoyduq, çap elədi. Burada mən result 0 yazır. Yəni məsələn, burada numbers 1 yazanda daxil olmayan üçün 0 verdi. Bu yüzden də heç nə yerləşdirmədən arraya biz indeksləri çap eləyəndə false verəcək. Charda da əslində heç bir şey yerləşdirmədən arraya indeksləri çap eləyəndə müəyyən bir simvol var, onu çap eləyir. Göstərərəm istəsəniz. Eləcə də əgər 0-a true verirsə, artıq 0-ı çap eləyəndə true gəlir. Char kodda göstərmək istəyirəm. Dəyişən yaratdım, adını char qoydum. Bu zaman nə edirəm? Char array yazıram. Char arrayimin ölçüsünü verirəm 2. Daha sonra isə print eləyək charın 0-cı elementin. Buranı silirəm. Qarışmasın printlər. Gəlin çap eləyək, görək nə çıxır. Gördüyünüz kimi belə bir işarət çıxır. Bu formada. Bu arada char array of da var. Bunu da deyim. Məsələn, val char 2 olsun. Bərabərdir. Char deyəsən belə yazılmırdı. Char array of bu formada da mümkündür. Yaza bilərsiniz içini elementlərinə, yəni adi array icad elə. Bundan sonra isə keçək növbəti mərhələyə. Deməli dostlar, mən array yazdım. İndi isə array'in uyğun olaraq ölçüsünü və digər funksiyalardan istifadə edərək müvafiq məlumatlarını çap edeyim. Birinci mən ölçüsünü çap edirəm. Mənim kimi olmayın. Səhv yazmayın. Ölçüsü 7-dir. Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6, 7. Bəli, 7-dir. Bunlar funksiyalar. Əslində bunu əvvəl demişdim, yenə demək istədim. Sonra məsələn, müvafiq elementinin hansı indeksdə yerləşdiyini bilmək istəyirəm. Bu zaman nə edəcəm? Yazacağım. Buna əvvəlki videodan əslində bu sizə tanışdı. Məsələn, 35 deyəsən var orada. 35 indeksini çap etmək istəyirəm. Gəlir 2, bəli, düzdür, 0, 1, 2. Daha sonra isə, məsələn, gəlin beləyək. Burada da yazaq 35. Mən indi isə istəyirəm ki, sonuncu yerdə yerləşən 35-in indeksini çap edeyim. Bu zaman nə edirik? Last index of yazırıq. Bu zaman da 35 yazırıq. Burada da müvafiq indeks çap olunacaq. Gəlin baxaq. 5. Gəlin baxaq. 0, 1, 2, 3, 4, 5. Bəli, 5-dir. İndi isə contains var. Yenə baxırıq. Numbers.contains. Gəlin 2 yazaq, bizə false versin. Sonra gələk indi bizim bilmədiklərimizə. Əgər biz desək ki, daha doğrusu öyrənməklərimizə reverse, bu bilirsiniz nədir? Bizim arrayimizi tərs çevirəcək. Bu sözü yazdıqdan sonra biz artıq arrayin məsələn 0-cı elementi çap edəndə 46 çıxardacaq. Bir dənə gəlin buna baxaq. 2-yə də false yazdı. Buna niyə 0 yazdı? Maraq oldu. Reverse. Mənim səhvim, üzr istəyirəm. Arada olur belə. Aha, indi bizə burada 46 çıxaracaq. Gördüyünüz kimi. Reverse yazdıq. Sonra məsələn, val shuffle. Shuffle nədir? Gəlin yazaq. Bu da belə yazılır.
Shuffle qarışdırır. Yəni ürək istədiyini qarışdırır da random olaraq. İstədiyi, məsələn, mən bura artıq number 0 yazsam, 0. Yəni bunu belə silək. Hətta mən deyərdim bunları da silək. 0 yazsaq bizə 91 verməyəcək. Ürək 46-nı verdi, getdi. Buradan götürdüm. Yaxşı, gəlin 1 yazaq. 91 verdi. Gördüyünüz kimi. Yəni orada təxmini reverse-dəki kimi düşdü. Məsələn, gəlin 2 yazaq. Bizdən normalda 2.35-dir, 44 verdi. Shuffle belə bir şeydir. Daha sonra var sortlama. Bu nədir? Əvvəlcə yazaq. Numbers.sort enter print eləyən numbersdən 0-cı elementi versin. Bu zaman kiçikdən böyüyə sıralayır. Buradan kiçik hansı 26, 26-nı. 1 yazsam 35 çap eləyəcək. 2-dən 35 var, yəni fərq yoxdur. 35 çap elədi. Sort da budur.